bu dəfə sizə triceps barədə bir video çəkmək istədim. Bu bəziləri işləyən zaman şikayət edirlər ki, hiss eləmirik və yaxud yaxşı effekt almırıq hərəkətlərdən. Ümumiyyətlə triceps işləyən zaman lübboy triceps hərəkətində fərq yoxdur hansı birində. Tam şəkildə düzgün bir effekt almaq istəyirsinizsə, ilk öncə qolun açılmasına diqqət etməlisiniz. Məsələn, fərq etməz bu trosdadır, qantellərdir və yaxud uski jimdir hətta belə. Əsas məqam burada tricepsin tam açılması, qolun tam açılmalıdır. Bu şəkildə tam işləyiriksə, bunu bu şəkildə yarımçıq eləyən zaman biz tam şəkildə effekt ala bilməyəcəyik. Mütləq şəkildə qol tam açılmalıdır, yarım saniyədə olsa fiksasiya, yəni pauza verilməlidir. Bacardığınız qədər, məsəl üçün 4 set işləyirsinizsə, 15 saniyə işləyirsinizsə, bütün bu sayıları hamısını bu fiksasiya vəziyyəti ilə işləməyimiz məsləhətdir. Prosta da qanterlə də eyni zamanda işləyən zaman, məsələn, bu şəkildə. Asta buraxırıq, sürətlə açırıq. Asta buraxırıq, sürətlə açırıq. Və indi bir çoxları deyəcək ki, məsələn, professionallar, bodybuilderlər videolarda yarımçıq işləyirlər. O ayrı bir mövzudur. O mövzu barədə başqa bir dənə video çəkəcəm. Amma bir şey nəzərə alın ki, video makerlə video çəkən adamlar video daha belə emosional, daha belə baxımlı olması üçün məşqin ən intensiv momentlərini çəkirlər. Professionallar əgər videoda bunu bu şəkildə işləyirlərsə, yəni nəzərə alın ki, bəlkə də bu həmin insanın hərəkəti 5-ci platfodudur. 15-ci təkrarı əzələ dolub tam şəkildə. İşləməyə taqəti qalmış son təkrarlarda işləyir. O professionallar bizdən də yaxşı, bizdən də qabaq bilirlər ki, bu hərəkətin düzgün qaydası necədir.